Təşəkkür edirəm ilk növbədə turnirin təşkilatçılarına, sizlərə ki, belə keyfiyyətli turnir təşkil etmişsiniz. Çox sağ olun. Və güclü komandalar var. Həqiqətən də biz debutant komandayıq. Burada görürük oyunları da bəzilərini müşahidə etdik və rəqibimiz də çox güclü komandaydı. Yəni oyunlarından tanış deyildik. Çox sağ olsunlar, onlar da yaxşı oyun oynadıq, yaxşı mübarizə apardılar. Bu dəfə biz qazandıq. Çox şadıq, sevinirik. Komandamıza, bütün uşaqlarına hamıya təşəkkür edirəm. Və bu qədər. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Bütün turnir iştirakçılarına uğurlar. Sağ olun. Sağ olun. Çox sağ olun. Bu bizim üçün həqiqətən ilk dəfədir iştirak edirik və buna görə sizə minnətdarlığımızı bildiririk. Bütün təşkilatçılara çox gözəl bir abu-hava var və oyun gərgin getsə də belə yoldaşlıq, gözəl bir atmosfer oldu. Oyun özü də maraqlı keçdi, çətin oldu bizim üçün, həm rəqib üçün də inanıram çətin bir oyun oldu. Sadəcə başlanğıcdır, gözləyirik ki, hələ böyük oyunlarımız qabaqdadır. Belə iştirak etməkdən də çox məmnunuq, sağ olasınız. Komandada ümumi atmosfer necədir, abu-hava necədir? Gözəldir, bu gözəl gün var, gözəl hava var, yəni hamımız yığışmışıq kollektiv olaraq, tanıdığımız şirkətlər var, başqa tanımadığımız şirkətlər var, çox belə tanış üzlər gördük burada, çox gözəl. Atmosfer çox pozitivdir, uduzmağımıza baxmayaraq, yəni gələn oyunlarda, növbəti oyunlarda maraqlı oyun göstərəcəyik. Mən də ilk öncə hamımızın Ramazan bayramını təbrik edirəm. Bu çempionatın təşkilatçısı Vüsal bəyə öz təşəkkürümü bildirirəm. Belə bir tədbir keçirdir. Biz futbol sevərlər üçün bu çox bir maraqlı turnirdir. Biz də maksimum çalışırıq ki, turnirlərdə iştirak edək. İstər Banklar Liqası olsun, istər Şirkətlər Liqası olsun. Və bildirdiyim kimi bizim həmişə hədəflərimiz çempionluq olub. Hər belə deyim turnir biz komandamızı gücləndiririk. İndi də komandamıza bir neçə oyuncu cəlb olunub. Təbii ki, biz bizdə biraz fikir formalaşıb ki, digər komandalarda futbolçu götürürük. Qətiyyən belə deyil. Biz birinci növbədə bankımıza işçi, həmçində futbol oynaya bilirsə də nə gözəl. Amma birinci növbədə dediyim kimi biz iş baxımından işi yaxşıdırsa, şəxsi keyfiyyətlər yaxşıdırsa, yəni bizim komandaya uyğundursa, bank komandasına biz onu işə götürürük. Və o da bizə futbolda kömək edir, nə gözəl, belə. Komandamız, belə deyim, çempionluğa oynayır, həmişə hədəflərimiz dediyimiz kimi çempionluq. Bu il hədəf artıq çempionluqdur, əvvəl məsələn final oynayaq, 3-cü yer olaq, bizim üçün bir uğur sayılırsa, indi bizim üçün uğur, yəni çempionluq olacaq, qarşımıza qoyduğumuz hədəf budur. İnşallah biz də əlimizdən gələn edirik ki, çempion olaq. Debutant üçün biz çox yaxşı oynadıq. Əlimizdən gələn bəzi nüanslar olduğumuza görə çox sırf tam özümüzü göstərə bilmədik. Amma mən inanıram ki, gələcək bir oyunlarda biz tam heyətlə və tam oyuncularla bir oyunu göstərə biləcəyik. Yellow Bank bəli, onları təbrik edirəm. Onlar layiq idilər oyuna həqiqətən də. Ondan da əlavə demək istəyirəm ki, 166 yükdaşıma laqistası zəif komandası deyil. Onu başqa bir liqalarda məncə öyrənə bilərsiniz ki, bir zəif komanda deyil. İndi oldu getdi və biz bu ilə təslim olmuruq. Biz çalışacağıq yox. Bizim məqsədimiz birinci halda qrupdan çıxmaqdır. İkinci hal 8-də 1-dir, 16-dan 1-dir. O da gedə-gedə getməkdir. Və əlbəttə ki, sizin sözünüz olmasın da finala gedib çatmaqdır. Bəli, ən birinci komandalık oldu ki, təslim olmaq. Bəli, bəzi nüanslar yenə də intervyunun əvvəlində dediyim kimi, bəzi məqamlar var ki, bizə o məqamı belə qoymadı, o bariyeri keçək, öz səbəblərimizə görə. Səhvləri özümüzdə axtarmalıyıq. Amma əslində də qaldı ki, təşkilatçılara yenə təşəkkürümü bildirirəm ki, belə bir çempionat, belə qruplar, maraqdır, güclü oyunculardır, hamısı, hər komandada bir belə deyirlər, ingilisində söz var, star var da, bir ulduz var. Ona görə biz fəxr edirik ki, biz bu çempionatda iştirak edirik. Ona görə başqa komandalarda mən uğurlar arzulayıram. Burada fərq yoxdur, zəif, güclü. Məncə burada deyim ki, 24 komanda hamı güclüdür. Burada zəif deyilən bir şey yoxdur. Ona görə favorit çıxa bilərsən oyunda,
Amma debütanta qarşı belə oynaya bilərsən ki, uduza da bilərsən. Rahat çıxmaq olmaz heç bir oyuna qarşı.